bəlaların səbəbləri. Bəlalar iki növə bölünür. Ümumi bəlalar, hamını əhatə edən və xüsusi bəlalar, müəyyən bir insana aid olan. Ümumi bəlaların səbəbi, onların cəza, günahların kəffarəsi və ya imtihan olmasından asılı olmayaraq cəmiyyətdə günahların yayılmasıdır. Hətta cəmiyyətin bəzi fərdləri salih və təqvalı olsa belə, bu ümumi bəlaların gəlməsinə mane olmur. Əgər hardasa zülm, haqsızlıq, fasiqlik baş verirsə, hətta epidemiyalar və təbii fəlakətlər yayılırsa, bütün bunlar insanların günahlarının nəticəsi, onların öz əlləri ilə qazandıqlarının bəhrəsidir. Uca Allah Quranda buyurur, İnsanların öz əlləri ilə etdiyi əməllərinin nəticəsi olaraq quruda və dənizdə fəsad törüyür ki, Allah onlara etdiklərinin bir qismini daddırsın. Bəlkə onlar tövbə edib haqqa qayıdarlar. Bu tam qarşılıq cəza deyil, sadəcə etdiklərinin bir hissəsinin əvəzidir. Məqsəd onları cəzalandırmaq deyil, onların ayılıb doğru yola dönmələrdir. İmam İbn Əl-Qayyim demişdi, həqiqətdə müsibətlərin mahiyyəti bizi cəzalandırmaq deyil, bizi islah etməkdir. Uca Allah həmçinin buyurur, başınıza gələn hər bir müsibət öz əllərinizlə qazandığınız günahlar üzündəndir. Allah günahların çoxunu bağışlayır. İmam İbn Əl-Qayyim demişdi, əgər Uca Allah öz bəndələrini müsibət və bəlalarla müalicə etməsəydi, onlar təkəbbürlü zalımlara və zülm edənlərə çevrilərdilər.